Out Cəbrayıl komandasınındır. Və indi pressing alınacaqmı? Qayda pozulub. Oyunun 55-ci dəqiqəsi gedir artıq. Daha doğrusu 55-ci dəqiqə ikonlaşır. İndi Cəbrayılın oyunçuları pressing eləyir. Top meydanı tərk edir və out Cəbrayıl komandasınındır. Artıq təxminən deyə bilərik ki, oyunda 2-1 hissə geridə qalıb Cəbrayılın üstünlüyü ilə oyun gedir. Ala bir pas. Şimdi Aydın Qasımovun yetirmələri fəallaşıb. Blok gəldi Cəbrayıl komandasından, amma hücum davam edir qaldığı yerdən. Blok gəldi. Üçüncüdən zərbə olacaq. Difayda Aksu. Aydın Qasımovun yetirmələri. Üçüncüdən zərbə ilə oyuna davam edirlər. Və quldu. Top qapı türünün yanından keçdi və qapıdan zərbə. Və pressing və gol! 3-0 oyunun 57-ci dəqiqəsində Cavid Hüseynovun yetirmələri üstünlüyü artırır və 4-cü turda 3 məğlubiyyətdən sonra komanda qələbəyə yaxındır. Artıq oyunun 2-1 hissəsi geridə qalmaq üzrədir. Mikrofon arxasında da mənəm, Demirov Hüseyn Ağa. Azərbaycan 1-ci liqasındayıq. Artıq oyunun 59-cu dəqiqəsi başlayır indi. Difayda Aksu fəallaşır. Və indi Cəbrayılın 4-cü qolu gəlir deyəsən. Və qapıçı yerindədir Sadiq Quliyev. Az qala biz nələr izləyirik Cəbrayıl Difayda Aksu görüşündə. Nələr izləyirik, nələr görürük. Oyunun artıq 2-1 hissəsi yekunlaşmağa doğru gedir. Azərbaycan 1-ci liqasında out Cəbrayıl komandasınındır. Cəbrayılın golkiper yerindədir. Mən demiştim ki
Bu oyunda Cəbrayıl qələbəsizlik seriyasına son qoyacaq və qoydu da. Bravo. Və difayda aksiyon heyətində dəyişiklik olacaq. 2 nömrəli oyuncu çıxır. Deyəsən dəyişikliyi ləğv elədi Aydın Qasımov. Və top meydanda qalır. Azərbaycan 1-ci liqasında bağlanış oynadı bu. Altmış ikinci dəqiqə gedir. Daha doğrusu 61-ci dəqiqə yekunlaşır. Siz də bizim YouTube kanalımıza abunə olun ki sabah yox, o bu həftədən etibarən Azərbaycan 2-ci liqasının maraqlı oyunları bizim öz kanalımızda təqdim olunacaq. Difayda aksiyonundur. 2 nömrəli oyuncu çıxır. 11-17 nömrəli oyuncu girir. Difayda aksiyonundur. 62 62-ci dəqiqə gedir. Bu TV golun keçməyinə mane oldu. Və küncdən zərbə vuracaq difayda aksiyon Aydın Qasımovun yetirmələri. Topçu yerindədir. Lokala. Cəbrayılın hücumu yenə də davam edir. Aydın Qasımovun yetirmələri Cavid Hüseynovun yetirmələrinə qarşı qəşəng müdafiə olunur. Və Sadiq Quliyev, bravo, bravo. Möhtəşəmsən Sadiq. 64-cü dəqiqə artıq oyunda start gətirib. Şamaxı Olimpiya İdman kompleksini görürsünüz. Və Azərbaycan 1-ci liqasının bağlanış oynadı. Cəbrayıl difayda aksiyonu və burada qəşəng boşluq vermişdi. Difayda aksiyon, bəlkə də Cəbrayıl 4-cü qolu vura bilərdi və Cəbrayılın heyətində daha bir dəyişiklik. Aha, deyəsən ara qızışır.
Hakim o sahada araya girdi. 10 nömrəli oyuncu girir, 7 nömrəli oyuncu çıxır. 65-ci dəqiqədə. Oyunda artıq 3'də 1 hissə də geridə qalmaq üzrədir. Cəbrayıl pressing, difayda Aksu pressingə əl atıb. Deyəsən yenidən gərginlik artır oyunda. Bu üçün qutarsan baş mühətçiləri də təqdim edəcəm. Hücuma gedir difayda Aksu ama heç nə alınmadı. Out difayda Aksu'nundur. Yenidən out olacaq. Bu sefer Cəbrayıl'ındır. Out yox. Sərbəst atış olacaq. Yo out böyle bildim, sərbəst atış yox. 68-ci dəqiqə başlayır. Daha doğrusu yekunlaşır 68-ci dəqiqə. Daha doğrusu 66-cı dəqiqə yekunlaşdı, 67-ci dəqiqə başlayır. Oyunda o qədər sürətli temp var ki, mən də arada bir çaşıram. Artıq oyunu 3'də 1 hissəsini arxada qoyuruq. Hesab 3-0 Cəbrayıl komandasına xeyrinədir. Qapıdan zərbə. Deməli, Cəbrayıl komandasının baş məşqçisi Cavid Hüseynov, difayda Aksu komandasının baş məşqçisi isə Aydın Qasımov. Hakim bayaq həm Cəbrayıl'ın futbolçusunu, həm də difayda Aksu oyunçusunu yanına çağırdı. Xəbərdarlıq elədi ki, yəni bir daha qayda pozuntusuna yol versəniz sizi cəzalandıracağım. Aha, belə nə baş verəcək? Ucunda, Cəbrayıl'ın ucunda. Və pas versəydə onlardan heç olmaz. İndi Aydın Qasımovun yetirmələri pressing əl atır. 69-cu dəqiqə başlayır. Oyunun 4'də 1 hissəsinə doğru addımlayırıq. Ve oyundan kenar vəsiyyət. Artıq oyunun 4'də 1 hissəsinə daxil olduq. İndi difayda Aksu fəallaşıb.
ve topu çok uzağa vurdu ama koşan bir zərbəydi. Qapıdan zərbə. Mikrofon arkasında da mənəm Demirov Hüseyin Ağa. Hayda pozlu hakim bildirir ve sarı verildi. 71. dergidir. Siz de bizim YouTube kanalımıza abone olmayı unutmayın. Cebrail'in hayatında daha bir değişikliği olacak. Aha! Ve değişikliği başlıyor. 28 numaralı oyuncu girir, 8 numaralı oyuncu çıkıyor. Ve oyun kaldığı yerden çarpma zərbəsiyle devam edir. Yetmiş ikinci dəqiqə başlıyor. Şimdi defayda Aksucu rakibin çarpma meydançasında gəzir. Top meydanı terk etti. 73. dəqiqə başlıyor. Topçu bravo. Sadiq Quliyev bugün həqiqətən difada aksiyon həyatında qapıcı kimi öz məharətlərini göstərir. Yəni ki öz qapıcı həm funksiyasını göstərir, həm də qapıcı balansını artırır. Yerde kalan oyuncular meydan sahiplerinin heyetinden. Mikrofon arkasında da mənim Demirov Hüseyin Ağa. Kanalımıza abone olun ki növbəti həftə bu cür maraqlı oyunların yeganə ünvanı futbol saatı və futbol nəbzidir. 74. dəqiqə artıq yekunlaşır. Ağla bir pas. Sadiq Quliyev'le oynuyor. Difada aksiyon futbolcusu qapıcısıyla paslaşdı.
sonları da oyunun 75-ci dəqiqəsi gedir. İndi Cəbrayıl 4-cü qonaq davşınları və qapçı yerindədir. Gol! 4-0. Bax belə. Elə bildim qapçı tutdu, amma səndimə top qapıdan keçir. Oyunun 75-ci dəqiqəsində Difayda Aksu darmadağın olunur Cəbrayıl komandası tərəfindən. Cavid Hüseynovun yetirmələri üstünlüyü artırır. Oyunun 76-cı dəqiqəsi gelir. Oyunun sonlarıdır. İndi Difayda Aksu Aydın Qasımovun yetirmələri 4-cü turda ağır məğlubiyyət ala bilərlər. Cəbrayılın hesabında isə 3 məğlubiyyət. Əgər bu oyunda qələbə qazansalar 3 məğlubiyyət, 1 qələbə olacaq. Qapçı yerindədir. Oyunun 77-ci dəqiqəsində yekunlaşır. İndi Cəbrayılın 5-ci qol axtarışı gəlir deyəsən. Blok, bayraq havadadır, out. Yetmiş 8-ci dəqiqədir. Oyun 10 dəqiqədən sonra başa çatır. Difayda Aksu komandasının da baş məşqçisi Aydın Qasımov. Cəbrayıl komandasının baş məşqçisi isə Cavid Hüseynov. Sarı vərəq. Nigeriyalı yarım müdafiəçiyə sarı vərəq göstərildi. Oyunun 78-ci dəqiqəsində Həkimlər korpusu meydandadır. Oyunun 5'te 1 hissesi başlıyor. Artık oyunun 5'te 1 hissesi başlıyor oyunda. Artık oyunun son dəqiqələrindeyiz. Şamaxı Olimpiya İdman kompleksini görürsünüz.
4-0 Cəbrayıl difayda aksiyonu darmadağın etdi. İndi Cəbrayıl 2-ci qolun axtarışı, 5-ci qolun axtarışındaydı ama qapıcı difayda aksiyonu futbolçusu yaxşı oynadı. Out Cəbrayılındır. Mikrofon arxasında da mənəm Demirov Hüseyin Ağa. Dəyişiklik olacaq. 49 nömrəli oyuncu girir, 11 nömrəli oyuncu çıxır. Cəbrayıl komandası növbəti dəyişikliyini reallaşdırdı. Top meydanı terk edir. İndi difayda Aksu sonuncu dəfə Künçdən zərbə vuracaq. Artıq onun 83-cü dəqiqəsi gedir. Top yenidən çıxdı və yenidən Künçdən zərbə olacaq. 83-cü dəqiqə başlayır. Artıq onun 5 dəqiqəyə qalır. 5 dəqiqədən sonra oyun başı çatır. Bağlanmış oyunudur. Və qapıdan zərbə ilə Cəbrayılın golkiperi topu oyuna daxil edir. İndi Cəbrayılın 5-ci qol axtarışından gedir ama Səksən dördüncü dəqiqə artıq başlayıb. Out Cəbrayılındır. Cəbrayıl 5-ci qolun axtarışına çıxır. Pressing olunur. Oyunun sonlarına yaxın 85-ci dəqiqə start götürmək üzrədir. Top meydanı terk edir və
Yerde kalan oyuncular Cebrail'in heyetinden 85-ci dəqiqə yekunlaşır. Ayağa durdu futbolçu. Cərimə zərbəsi deyəsən vuracaq. Yox, out olacaq deyəsən. Siz də bizim YouTube kanalımıza abunə olmağı unutmayın. Və Sadiq Quliyev yerindən. Cebrail 5-ci qolun axtarışındadır yenə. 86-cı dəqiqədir, artıq oyunun 3 dəqiqəsi qalır. Bravo Sadiq Quliyevə. Və küncdən zərbə olacaq. Ee, 87-ci dəqiqə artıq başlayır. Aha! Və hücum alınmadı, yarımçıq qalır və qapçısı ilə oynayır Difai Dağsu komandası. Cebrail pressingə alır. Difai Dağsu pressing eləyir. Qapçı yerində də bravo. 88-ci dəqiqədir. Gəlin sizə sonuncu dəfədə baş məşqçiləri təqdim eləyim deməli. Cebrail komandasının baş məşqçisi Cavid Hüseynov. Difai Dağsu komandasının baş məşqçisi isə Aydın Qasımov. Son bir dəqiqə qalır. Pressing. Deyirsən yerdə qalan oyuncular qonaq komandanın heyətində artıq oyunun sonlarıdır. Artıq 90-cı dəqiqə başlayır. Və az qalacaq Difai Dağsu hesabı
Və oyun bitdi. Sağ olun, salamat qalın. Hələlik sağ olun.